Salam əziz dostlar, xoş gördük hər birinizi. Yeni tədris ilindən sizləri salamlayıram. Bugündən etibarən artıq Tarix Cahangirlinin ekran önündə izahlarını dinləmiş olacaqsınız. Bilirsiniz ki, mən neçə ildir artıq YouTube platformasında sizlərlə öz test izahlarımı bölüşürəm və bu qərara gəldim ki, bu ildən etibarən mən vacib qeydlərimi, hansı ki, mövzularla bağlı çox önəmli faktlar var ki, onları sizinlə bölüşüm. Siz də qeydlər götürəsiniz, sualları, sınaq imtahanlarını, qəbul imtahanlarını asanlıqla yaza biləsiniz. Mövzumuz olacaq ibtidai icma quruluşu. Sıfırdan başlayırıq mövzuya. İbtidai icma quruluşu 6-cı sinif Azərbaycan tarixi, yəni yenilənmiş vəsait əsasında hazırlanıb, qeydlərdən gedir söhbət. Amma bu ildən etibarən ola bilsin ki, çox güman Dövlət İmtahan Mərkəzi bu yeniliklər əsasında suallar hazırlasın qəbul imtahanlara. MİQ və sertifikasiya müəllimləri mövzularla tanışdı, amma abituriyentlər hələ ilk dəfə tanış olacaq. Mən də abituriyentlərimin işini asanlaşdırım deyə onları qısa bir konspektdə yığmışam və gəlin onların izahına baxaq. Başladıq. Deməli, biz ümumi götürəndə ibtidai icma quruluşu əvvəl xatırlayaq ki, 3 dövrə bölünür. Daş, tunç və dəmir dövrü. Tunç və dəmir dövrünü qoyuram bir kənara. Çünki tunç və dəmir dövrünü növbəti paylaşımda sizlərlə bölüşəcəm və onunla birlikdə Azərbaycan tarixi ibtidai icma quruluşunun vacib testlərini, qəbul suallarında olan testlərini, MİQ sertifikasiyada olan testlərini bölüşəcəm. İndi hələ biz daş dövründən danışırıq. Daş dövrü qısa bir xatırlatma edim. Daş dövrü 3 mərhələyə bölünürdü. Daş dövrü, üzr istəyirəm, 4 mərhələyə bölünürdü. Paleolit, mezolit, neolit və eneolit dövrlərinə bölünür. İndi biz danışırıq paleolit dövründən. Paleolit dövrünün yeniliklərinə baxırıq və onu da qeyd edim ki, köhnə kitablarda paleolit alt, orta, üst mərhələyə bölünür, amma yeni vəsaitdə bu mərhələlərin adı çəkilmir. Paleolit dövrünün ilkin mərhələsi, orta və növbəti mərhələsi deyə qeyd olunur. İndi baxırıq. Yazıb ki, dünyada ən qədim insan qalıqlarına Şərqi Afrikada rast gəlinmişdi. Bu bizim müəllimlərimizə yad bir məsələ deyil. Çünki universitetdə bizə tədris olunub ki, dünyada ən qədim insan qalıqlarına Şərqi Afrikada, Kenya və Tanzaniyada rast gəlinib. İndi bunu kitaba salıblar, yaxşı. Növbəti, alimlər bu insanların 2-3 milyon il bundan əvvəl yaşadıqlarını müəyyənləşdiriblər. Bu insanlar, yəni Şərqi Afrikada, ən qədim insan qalıqlarına rast gəlinən Şərqi Afrikada insanların, deməli, 2-3 milyon il bundan əvvəl yaşadığı qeyd olunur. Azərbaycan ərazisində ilk insan dəstələrinin meydana gəlməsi təxminən 2 milyon il bundan əvvələ təsadüf edir. Amma köhnə vəsaiti yadınıza salsaq, orada yazılırdı ki, 1,5 milyon il bundan əvvəl, indi köhnə vəsait bizə lazım deyil, sadəcə qısa bir xatırlatma edirdim. İndi yazılır ki, 2 milyon il bundan əvvələ təsadüf edir Azərbaycan ərazisində ilk insan məskənlərinin yaranması. Paleolit dövrü. Paleolit dövrü Paleos qədim, litos daş dövrüdür. Yəni ibtidai icma quruluşunun ilkin mərhələsi və ən qədim mərhələsidir. Paleolit dövründə ilk insan tipinin, yəni bacarıqlı insanın yaranmasından 12-ci minilliyə qədər davam edib. Yəni ilk insan tipi deyəndə biz alt paleolitdə yaşamış insanı nəzərdə tuturuq. Bacarıqlı insan deyə bilərik buna? Bəli. Azıq adamı, azıq antrop, ilk insan 12-ci minilliyə qədər bu dövr davam edib. Yəni orta daş dövrünə qədər. İlk insanın yaranmasından orta daş dövrünə qədər bu mərhələ davam etmişdi. Əlbəttə ki, hər birimizə məlumdur ki, paleolit dövrü Azıq mağarasından əldə olunan tapıntılar əsasında öyrənilmişdir. Bu bilirik, yəni bu bizə yad bir məlumat deyil. Bu dövrün sakinləri əsasən yaşamaq üçün çay kənarlarında olan mağaralarda məskunlaşmışdı. Bəli, ilk alətləri nədən hazırlamışdılar? Çay daşlarından. Daşlardan hazırlanıb ilk alətlər. Əmək alətlərinin təkmilləşməsi nəticəsində yeniləri meydana gəlmişdi. Bəli, zaman keçir, dövr keçir və artıq əmək alətlərində də təkmilləşmə görürük. Və bu alətlər əsasən çaxmaq daşından, bazalt və obsidandan hazırlanır. Çay daşlarından hazırlanır. Sonra çaxmaq daşı, bazalt, obsidandan hazırlandı bizim əmək alətlərimiz. Bu dövrdən etibarən insanlar artıq təbiətdə baş verən hadisələrin sirlərini öyrənməyə başlayırlar.
Bu da bizə verilən bir yeni məlumatdır paleolit dövrü ilə bağlı. Bir də belə bir qeyd var ki, hansı ki deyir 94-2006-cı illərdə dedik ilk insan qalıqlarının harda rast gəlinib? Şərqi Afrikada, Kenya, Tanzaniyada. Deyir 94-2006-cı illərdə Kenya ərazisində Turkana gölü ətrafında arxeoloji qazıntılar aparılmışdı və bu arxeoloji qazıntılar nəticəsində əldə olunan tapıntıların yaşının alimlər 6 milyon ilə bərabər olduğunu vurğulamışdı, qeyd etmişdi. O da burada bizə verilib. Paleolit dövrünün ilkin mərhələsində insanlar yığıcılıq və ovçuluqla məşğul olublar. Biz də bunu deyirik ki, belə qeyd edirik ki, yığıcılıq, ovçuluq ümumi olaraq mənimsəmə təsərrüfatı gedir. Mənimsəmə təsərrüfatı. Sonradan mənimsəmə təsərrüfatına balıqçılıq da əlavə olunacaq. O da mezolit dövründədir. Deməli, yığıcılıq, ovçuluq, mənimsəmə təsərrüfatı istehsal təsərrüfatı ilə nə zaman əvəz olunur? İstehsal təsərrüfatı ilə əvəz olunur mezolit dövründə. Mezolit dövründə bundan da danışacağam, məlumat verəcəm. Deməli, paleolit dövrünün ilkin mərhələsində insanlar yığıcılıq, ovçuluqla məşğul olmuşdu. Bu da ümumi bir adla mənimsəmə təsərrüfatı gedir. Bu dövrün ən vacib məlumatlardan biri, əziz dostlar, yeni alətin kəşf olunmasıdır. Yeni alət çapacağın yaranmasıdır bu dövrdədir. Çox önəmli qeydlərimizdən biridir. Paleolit dövrünün ilkin mərhələsində yeni alət çapacaq yaranmışdır. Ovçuluğun meydana çıxması, ovçuluq da bilirsiniz ki, mənimsəmə təsərrüfatının içindədir. Ovçuluğun meydana çıxması, təbiətdə baş verən hadisələrin sirlərini öyrənmə artıq insanlara nəyə gətirib çıxardı? Birlikdə yaşamaq məcburiyyətinə gətirib çıxardı. Əvvəllər biz qeyd edirdik ki, vəhşi heyvanlardan qorunmaq, daha sonra odu qoruyub saxlamaq insanları bir arada topladı. Yəni ulu icmada, Körtəbi insan kollektivi də ulu icma, qəbilə icması qan qohumluğuna əsaslanan bir icmadır. Amma ulu icma tez-tez dağılan, yeniləri yaranan bir icmadır. Ulu icma eyni zamanda insan sürüsü də adlanır. Ayrı-ayrı qruplara toplayır insanlar ulu icma. Sonralar bu qruplar bir-biri ilə birləşir və əlbəttə ki, körtəbi şəkildə yaranan ulu icma formalaşır. Ulu icma da köhnə kitablarda və saytlarda qeyd edirdik ki, davam edir qəbilə icmasının yaranmasına qədər. Qəbilə icması da üst paleolit dövründə yaranıb. Deməli, ulu icma alt paleoliti, orta paleoliti əhatə edir, üst paleolitə qədər gedib çıxır. Daha sonra Azıq mağarasından 700 min il bundan əvvəl aid ocaq izləri aşkarlanmışdı. Bu köhnə vəsaitdə də verilən bir məlumatdır. Eyni zamanda biz bilirik ki, Azıq mağarasında Məhəmməd Əli Hüseynov tərəfindən arxeoloji qazıntılar da aparılmışdı və bu qazıntılar nəticəsində Azıq adamının çənə sümüyü aşkarlanmışdı. Və ona görə deyirik ki, alt paleolit dövrünün insanı ilk insan, Azıq adamı, azıqandırov və bacarıqlı insan adlanır. Təkcə burada ocaq izləri, çənə sümüyü tapılmayıb. Eyni zamanda deyir ki, Azıq mağarasındakı ocaqlardan biri daşla hörülmüş dairəvi yaşayış tikintisinin içərisində idi. Diqqətlə baxın, bütün intellektlə vizuallarını da yaratmağa çalışmışam. Daşla hörülmüş dairəvi yaşayış tikintisinin içərisində idi bu ocaq. Ocaq kənarlarının daşla hörülməsi ocaq qurmasının ilk təcrübəsini bildirir bizə. Yəni, əgər Azıq mağarasında belə bir ocaq izləri tapılıbsa, kənarları da daşla hörülmüş dairəvi ocaq izləri, buradan alimlər sübut edir ki, bu dövrdə insanlar ocaq qurmağın ilkin mərhələsi ilə tanış olublar. Daha sonra deyir, Azıq mağarasında tikinti qalıqları da aşkar olunmuşdur. Tikinti qalıqları deyəndə sizin ağlınıza, yəni mürəkkəb bir tikinti qalığı gəlməsin. Sadə tikinti qalıqlarına rast gəlinib Azıq mağarasında və deyir ki, bu da insanların sadə tikinti, daha doğrusu tikinti qalıqlarına rast gəlinməsi bu dövrdə insanların sadə tikinti vədişlərinə yiyələndiyini də göstərir. Bu dövrlə bağlı vacib məlumatlardan biridir, yeni məlumatdır. Növbəti, Azıq mağarasında əldə olunan tapıntılar əsasında alimlərimiz sübut edir ki, bu dövrdə insanlar sadə incəsənətlə də məşğul olub, sadə dini ayinlər də elə bu dövrdə formalaşıb. Hər şeyin ibtidaisi, hər şeyin ilki, yəni sadə ibtidai incəsənət, sadə dini ayinlər elə alt paleolitdə, yəni paleolitin ilkin mərhələsində yaranmışdır. Yəni sadə dini ayinlər deyəndə biz burada götürürük. Məsələn, əvvəl kitablar, lap qədim kitablarda, bəlkə də xatırlamazsınız, qədim kitablarda yazılırdı ki, Azərbaycan tarixi 6-cı sinif vəsaitində ayı kəllələr üzərində
cızılan təsvirlər insanların bu dövr üçün totemlərə inandığını göstərirdi. Əslində sadə dini ayinlər deyəndə elə bir növ biz bu mövzuya gəlib çıxırıq. Sadə dini ayinlər bu dövrdədir. Sadə incəsənət bu dövrdədir. Ocaq qurmağın ilkin mərhələsi burdadır. Sadə tikinti vərdişlərinə, sadə incəsənətə insanların deməli sahib olması bu dövrə aiddir. Bu da belə. Bu dövrlə bağlı başqa bir məlumat qalmadı PDF-də. Keçirik növbəti PDF-imizə. Deyir ki, qədim daş dövründə tədricən əhalinin sayı artır. Bu da bilirsiniz hansı dövrdür? Bu orta paleolit dövrüdür, amma adını vermir bizə. Qədim daş dövründə tədricən deyir əhalinin sayı artır və əhali daha geniş ərazilərə yayılır. Yəni Naxçıvanda, Qazaxda, Qarabağda məskunlaşırlar insanlar, yəni bu dövrün insanları. Paleolit dövrünün orta mərhələsində, baxın, alt paleolit dövründə bir də xatırlayaq, yadımızda qalsın, çapacaq yaranmışdı yeni alət. Bu dövrdə isə ilk dəfə olaraq iti uclu alətlər hazırlanıb. Bu dövr üçün iti uclu alətlər hazırlanıb. Alətlərin də burada şəklini bir görürük. Bu dövrdə fərqli insan tipi Neandertallarda yaşayırdı. Neandertallar orta paleolitin insanıdır və Neandertalın bir digər adı nə idi? Yeni insan tipi. Yenə də qayıdıram alt paleolitin insanına. Alt paleolitin insanı bacarıqlı insan, azıq adamı, azıxantrop və ya olduğu ilk insan. Neandertal isə yeni insan və yaxud da Neandertal orta paleolitin insanıdır. Neandertalı bilirik ki, Almaniyada yer adıdır və bu da köhnə məlumatdır, yeni bir məlumat deyil. Aha, gəldik vacib bir məsələyə ki, Neandertallar deyir özlərinə yaşamaq üçün açıq yaşayış yerlərində, gördüyünüz kimi, açıq yaşayış yerlərində, mağaralarda, komalarda yer hazırlayırlar yaşamaq üçün. Açıq yaşayış yerlərində, mağaralarda, komalarda özlərini yaşayış üçün yer hazırlayırlar. Bəs bunu nədən hazırlayırlar? Neandertallar yaşayış tikililərini əsasən nəhəng heyvan sümüklərindən, iri qaya daşlarından hazırlayırdı. Bu da belə. Növbəti məsələ. Arxeoloji qazıntılar zamanı Neandertalların qəbirləri aşkar olunmuşdu. Neandertalların qəbirləri aşkar olunub. Bundan öncə mən qayıdıb sizə xatırlatma edim ki, məsələn, biz köhnə vəsaitlərə deyirdik ki, axirət dünyasına inan, təbiət qüvvələrinə inan, orta paleolitdən formalaşıb. Əslində də burada da eyni məsələdir. Deyir, arxeoloji qazıntılar zamanı Neandertalların qəbirləri aşkar olunub, Deməli, Neandertal insanların dəfn mərasimi olmuş. Onlarda bəzi dini görüşlər formalaşmağa başlamışdı. Bəli, onların qəbirləri aşkar olunub, Neandertal insanların və alimlər də sübut edib ki, bu dövrlə bağlı, deməli, bu dövr insanlarının dini görüşləri artıq formalaşıb. Bunu da yadda saxladıq. Gəldik növbəti məsələyə. Azərbaycanda Neandertal adamın qalığına harda rast gəlinib? Neandertal adamın qalığına Urmiya gölü ətrafında, qalığı deyəndə Neandertal adamı, bir dəqiqə istəyirəm. Neandertal adamın bud sümüyünü Azərbaycanda Urmiya gölü ətrafında Tamtama mağarasında aşkar olunmuşdu. Tamtama mağarasından təkcə Neandertal adamın bud sümüyü aşkar olamayıb. Eyni zamanda burada maraldı, öküzdü, at sümükləri də ilə aşkarlanmışdı. Gəldik digər məsələyə. Digər dövrümüz bizim olacaq. Çox üzr istəyirəm. Deməli, digər dövrümüz bizim olacaq. Üst paleolit dövrü çox güman ki. Aha. Üst paleolit dövrünə baxırıq dostlar. Üst paleolit dövründə bilirsiniz ki, 35 min il bundan öncədən başlayır və nə vaxta qədər davam edir? Orta daş dövrünə, yəni 35-dən 12-ci minliyə qədər davam edən bir dövrdür. Bu dövrdə artıq ağıllı insan formalaşıb. Biz üst paleolit dövrünün insanına həm ağıllı insan, həm müasir insan, həm homo sapiens, həm də kromanyon deyirik. İndi ağıllı insan, müasir insanı köhnə vəsaitlərdən də bizə bəllidir ki, bu dövrün insanı homo sapiensdir. Daha sonra insan fiziki və əqli cəhətdən bu dövrdə artıq daha da inkişaf edir. Əmək fəaliyyəti
şuurun artması nəticəsində, düşüncənin inkişafı nəticəsində səsli nitq yaranmağa başlayır. İnsanlarda səsli nitq formalaşmağa başlayır. Nəyin nəticəsində? Əmək fəaliyyətinin artması, şuur və düşüncənin inkişafı nəticəsində bu dövrün insanı fiziki cəhətdən digər insanlardan fərqlənir. Daha sonra səsli nitq ilk vaxtlar tək-tək qırıq-qırıq səslərdən ibarət idi. Səsli nitq birdən-birə sözlərə keçmir. Bu dövrdə ilk vaxtlar qırıq-qırıq səslərdən ibarət idi. Sonra o səslər birləşir, sözləri yaradır. Bu da üst paleolit dövrünün yeniliyidir. Bu dövrdə ulu icmanı qeyd etmişdim ki, qəbilə icması əvəz edir. Qəbilə icması ana xətti ilə qan qohumluğu əsasında birləşən bir insan kollektividir və bu dövrü biz matriarxat dövrü də adlandırırıq. Matriarxat dövrü bəs nə vaxta qədər davam etmişdi? Patriarxata qədər. Düzdürmü? Matriarxat, patriarxat dövrünə qədər, yəni erkən tunca qədər davam etmişdi bu dövrümüz. Üst paleolitdə demək olar ki, yenilik yoxdur. Mezolit dövrü. Mezolit dövrü Mezos orta litos daş dövrüdür və 12-ci minillikdən başlayır bu dövrümüz. Orta daş dövrü 12-dən başlayır, 8-ci minilliyə qədər davam edir. 8-ci minillikdə artıq mezolit dövrü yerinə verir neolit dövrünə. Ox və kaman burada ixtira olunur. Bu bilinən faktdır. İnsanlar heyvanları əhliləşdirməyə başlayır. Elə bu da ox və kamanın ixtirasının nəticəsidir. İlk əhliləşən heyvanı da biz qədim kitablarda verirdik ki, itdir ilk əhliləşən heyvan. Yaza bilmədim. İlk əhliləşən heyvan biz qeyd edirdik ki, mezolit dövründə itdir. Əhliləşmə buradan başlayır, yəni ibtidai maldarlığın, ibtidai əkinçiliyin əsası burada qoyuldu. Sizə vacib bir testdən məlumat verəcəm. Bilmirəm, ya sertifikasiya idi, ya MEQ idi, ya da abituriyent qəbul imtahanı idi. Orada belə bir sual var idi ki, neolit dövrü və mezolit dövrünün ortaq cəhəti əkinçilik, insanların əkinçilik və maldarlıqla məşğul olması. Götürməmişdi abituriyentlər bu cavabı doğru cavab kimi. Nəyə görə belə əsas gətirirdilər ki, axı elə indi keçid olub. Yəni istehsal təsərrüfatına əgər indi keçid olubsa, insanlar necə burada əkinçilik, maldarlıqla məşğul ola bilər? Yox, bax bunu yadda saxlayın. Əkinçilik, maldarlıq gəlir bizə mezolit dövründən. İnsanlar əkinçiliklə, maldarlıqla bu dövrdə tanış olub və bu dövrdən əkinçilik, maldarlıqla məşğul olublar. Yəni əkinçilik, maldarlıq söhbəti gedəndə bu dövrü də qatırsınız dövrlərin sırasına. Amma paleolit dövrü əlbəttə ki çıxırıq. Paleolit dövründə əkinçilik, maldarlıqdan söhbət gedə bilməz. Mənimsəmədən istehsala keçdi, amma istehsal təsərrüfatının formalaşıb, təkmilləşib, başa çatması bu olacaq neolit dövründə, hələ bu dövrdə deyil. Mezolit dövrü insanlar əvvəllər təbiətin hazır məhsullarını mənimsəyirdi. Necə ki, paleolit dövrün insanlar təbiətdən aldığı hazır məhsulları mənimsəyirdisə, eləcə də mezolit dövrünə bu aiddir. Lakin mezolit dövrünün bir zamandan sonra insanlar təbiətdən aldığı məhsulları hazır deyil də, onları istehsal etməyə başlayır. Hazır mənimsəmir, onları istehsal etməyə başlayır. Ona görə deyirik ki, mezolit dövründə mənimsəmədən artıq istehsala keçid var. Bu dövr dostlar harda öyrənilir? Bu dövr öyrənilir Qobustan və Damcılı mağaralarında. Qobustan abidəsi, bir də Damcılı mağarasında öyrənilib bu dövr. Damcılını vermir kitabda, amma yəni bunu bilmiş olaq. İnsanların məşğuliyyət sahələri arasına balıqçılıq da əlavə olundu. Bəli, balıqçılıq əlavə olundu. Biz balıqçılığı, məsələn, paleolit dövründə danışmadıq. Paleolit dövründə yığıcılıqdan, ovçuluqdan, mənimsəmədən danışdıq. İndi deyirik ki, mənimsəmə təsərrüfatı sırasına, yəni insanların məşğuliyyəti sırasına balıqçılıq da əlavə olundu. Alətlər yenə də paleolitdə olduğu kimi daşdan, amma burada bir yenilik oldu. Alətlərin hazırlanmasında sümükdən də alətlər hazırlanmağa başladı. İnsanlar çox kiçik ölçülü, müxtəlif həndəsi formalı alətlər istifadə ediblər bu dövrdə. Biz əvvəlki kitablarda da qeyd edirdik ki, kiçik mikrolit əmək alətləri mezolit dövründə istifadə olunub. Elə burada da eyni şeydir. Yəni çox kiçik ölçülü, müxtəlif həndəsi formalı alətlərdən istifadə olunub gördüyünüz kimi. Onlar sümükdən biz hazırlayıblar. Baxın, bizin də adını bu dövrdə çəkdim. Ox ucu, əlbəttə ki, ox və kaman burada kəşf olunursa ox ucu, balıqçılıqda istifadə olunan alətlərdən istifadə ediblər. Balıqçılıqda istifadə olunan alətimizin hətta adı da var idi, xatırlayırsınızsa, harpun idi.
O da burada istifadə olunur. Baxın, sümükdən alətlərin hazırlanması, bizin hazırlanması, balıqçılıqda istifadə olunan alətlərin hazırlanması bu dövrə aid oldu. Növbəti mövzumuz yenə də meziyyət dövrü davam edirik. İndi Qobustan abidəsi barədə məlumat veririk ki, Azərbaycanda qədim qayaüstü təsvirlər ilk dəfə 1939-cu ildə arxeoloqumuz İsaq Cəfərzadə tərəfindən qeydə alınmışdı və buradakı qayaüstü təsvirlərin sayı 6000-dən çox olduğu bildirilmişdi. Həmin Qobustan qayasında verilən təsvirlər. Qobustan abidəsi bizim Mədəniyyət Nazirliyimiz nəzdində Qobustan Dövlət Tarixi Bədii Qoruğu elan olunur. Neçənci ildə? 1966-cı ildə. Hemen bir təkrar edəcəm. Qobustan abidəsi 1966-cı ildə Mədəniyyət Nazirliyi nəzdində Qobustan Dövlət Tarixi Bədii Qoruğu adlanır. 2007-ci ildə də artıq Qobustan UNESCO-nun Dünya İrs siyahısına daxil ediləcək. Evet. Qobustan qayalarına bu dövr insanlarının inancları, dini ayinləri, hansı ki bu dövrdə dini ayinlər var, o dini ayinlərdə Qobustan qayalarında həkk olunub, ov səhnələri əks etdirən rəsmlər həkk olunmuşdu. Hər birinin rəsmini də burada verməyə çalışmışam. Qobustanda meziyolit dövrünə aid qəbirlərdə dəfn edilənlərdən birinin yanına müxtəlif əşyalar qoyulmuşdu. Bəli. Deməli, Qobustandan meziyyət dövrünə aid qəbir aşkarlanıb və bu qəbirlərin birində də insanın yanına, yəni o dövr insanının yanına müxtəlif məişət əşyaları, əvvəl deyildi məişət əşyaları, amma yazıb ki, müxtəlif əşyalar qoyulmuşdu bu dövr üçün. Növbəti dövrümüz olacaq çox güman ki, Neolit dövrü, yeni işlər bitdi məncə. Neolit dövründə çox yeniliyimiz yoxdur. Ən çox yeniliyimiz olacaq Eneolit dövründə. Neolit də deməli, yeni daş dövrüdür. Azərbaycanda yeni daş dövrü eradan əvvəl 8-ci minillikdən başlayır. 8-ci minillikdən başlayır və 6-cı minilliyə qədər davam edir bu bizim yeni daş dövrümüz. İstehsal təsərrüfatı qeyd etdim ki, istehsal təsərrüfatına keçid oldu meziyolit dövründə, lakin istehsal təsərrüfatı formalaşıb, təkmilləşib, başa çatdı Neolit dövründə. İnsanların istehsal təsərrüfatla tanış olduqlarına görə təbiətdən asılılığı xeyli azaldı, əsaslı şəkildə azaldı. Əhali elə əkinçilik, maldarlıq olduğuna görə oturaq həyata keçirir bu dövrdə. Bunlar yeni faktlar deyil. Əkinçilik və maldarlıq insanların məşğuliyyət sahələri arasında əsas yeri tutur. Əsas yeri tutur. Bəli, toxa oraq bu dövrdə yaranıb. Çox önəmli, vacib bir məlumat, yadda saxlayın. İndi MİQ imtahanlarına düşmüş bir sualı da sizin diqqətinizə çatdıracağım. Toxa ilə orağın adını biz burada çəkdik. Məsələn, bizin adını çəkdik, oxucuların adını çəkdik, balıqçılıqda istifadə olunan alətlərin adını çəkdik meziyolit dövründə. Amma toxadır, oraqdır, Neolit dövrünün alətləri sırasındadır. Bunu mütləq yadda saxlayın. Amma bir məsələdə diqqətli olmalısınız ki, yazır ki, məsələn, Neolit dövründə mis toxadan, mis oraqdan istifadə olunub. Dostlar, ola bilməz, mümkün deyil. Çünki biz bilirik ki, mis harda kəşf olunub, metal harda kəşf olunub? Eneolit dövründə. Deməli, testlərdə bizi çaşdıra bilməzlər, əgər bu məlumatı dəqiq biliriksə. Toxadır, oraqdır, mis ola bilməz. Çünki bu dövrün əmək alətləri daşdan hazırlanır, metal hələ kəşf olunmayıb. Ona görə də bu məsələyə, baxın, Aybəniz müəllimənin sözü sizin yadınıza düşsün ki, toxadır, oraqdır, mis ola bilməz. Kəşf olunmaqla neolitdə kəşf olunub, amma diqqətli olaq ki, mis olmasın bu alətlər. Neolit dövrü abidələrindən daş toxalar tapılıb. Daş toxalar, çünki toxa bu dövrün kəşfidir. Dövr toxa əkinçiliyi adlanır, Eneolit dövrüdür bu. Amma toxanın kəşfi sırf Neolit dövründədir. Çəkicdir, baltadır. Baxın, dostlar, çəkicin adını, toxanın adını, baltanı, lövhələri harda qeyd etdim mən? Neolit dövrünün yeniliklərində. Dönə-dönə təkrar edirəm. Bir də baxın, Neolit dövrü abidələrindən bu dövrə aid toxa tapılıb. Çünki toxa bu dövrün kəşfidir, oraq bu dövrün kəşfidir, lövhədir, çəkicdir. Bu dövrə aid deməli alətlərdir. Növbəti, yeni sənət sahələri bu dövrdə yaranacaq. Yeni sənət sahələri deyəndə deməli biz burada toxuculuğu qeyd edə bilərik. İnsanlar daş alətləri cılalamağı, deşməyi öyrənir. Dulusçuluq bu dövrdədir. Saxsı qablar bu dövrdə hazırlanır. Amma saxsı qablar bəsit formada hazırlanır. Naxışlı deyil, rəngli deyil.
Bəsit, sadə formada hazırlanan saxsı qabları biz bu dövrdə görürük. Çünki saxsı qabların da təkmilləşməsi eneolit dövründən başlayır. Yeni sənət sahələri dulusçuluq oldu, saxsı qablar hazırlandı. Daş alətlərin cilalanması, deşilməsi bu dövrdür. Toxuculuq burada yarandı. Cəmiyyətin həyatında bu yeniliklər ümumi bir adla neolit inqilabı adı ilə tarixə əlavə olundu deməli. Bu da belə. Növbəti məsələyə gəldiyində eneolit dövrünə, məncə neolit dövrü bitdi, gəldik eneolit dövrünə. Eneolit dövrü artıq daş dövrünün sonu, tunca keçid mərhələsidir. Eneolit dövrü mis daş dövrümüzdür bizim. Eneolit dövrü 6-cı minillikdən başlayaraq 4-cü minilliyin ortalarına qədər davam edir. Mis daş dövründə daş alətlərinin hazırlanma texnologiyası daha da təkmilləşdirilir, daha da inkişaf etdirilir. Eneolit dövründə baxmayın ki, metal kəşf olunur. Metal çox zəif metaldır, misdir. Ona görə də istifadəyə o qədər də yararlı deyil. Bu dövrdə də yenə də daş alətlər üstünlük təşkil edir. Məsələn, paleolitdir, meziolitdir, neolitdir, eneolit dövrünün dördünə də ortaq cəhət kimi daş alətlərin istifadəni verə bilərsiniz. Metal amma bu dövrdə var, düzdür. Məsələn, tunç dövrü ilə eneolit dövrünün ortaq cəhəti kimi bizə versə ki, metaldan istifadə olunub bu dövrdə, bəli, metaldan istifadə olunub o dövrdə tuncdan, bu dövrdə misdən. Amma neolitlə mən tunç dövrünün ortaq cəhətində metaldan istifadəni götürə bilərəmmi? Qəti şəkildə götürə bilmərəm. Çünki metal eneolit dövründə kəşf olunub. Bütün bu sualların izahını, testlərin izahını növbəti paylaşımda sizlərə təqdim edəcəm. Metaldan bu dövrdə istifadə olmağa başlayır. İnsanlar misin döyülmə xassəsini icad edirlər. Yenilikdir. Misin döyülmə xassəsi, mis filizi sonra saflaşdırılır, döyülür, mis əşyalar əldə olunur. İnsanlar misin döyülmə xassəsindən bu dövrdə, deməli, misin döyülmə xassəsini üzr istəyirəm, bu dövrdə icad edirlər. Və elə metal kəşf olunduğuna görə ibtidai metal işləmənin də əsası bu dövrdə qoyulub. Metalla metal işləməni yadda saxlayın ki, metal bu dövrdə kəşf olunub, metal işləmənin də əsası elə eneolit dövründə qoyulmuşdu. Mis əşyalar ilk dəfə bu kitabda vurğulanıb ki, qədim şərq ölkələrində meydana gəlmişdi. Qədim şərq ölkələrində məsələn biz Mesopotamiya ərazisini, Şumeri də qeyd edə bilərik, Misiri qeyd edə bilərik. Hətta ümumi tarixdə Şumerdə qeyd olunmuşdu ki, mis əşyalar ilk dəfə 4-cü minillikdə Şumerdə aşkarlanmışdı. Yəni yadda qalsın ki, mis əşyalar ilk dəfə qədim şərq ölkələrində meydana gəlmişdi. Daha sonra yaşayış məskənləri üçün bir qayda olaraq insanlar özlərinə əlverişli olan yerlər seçirdilər. Çay kənarını, çünki bu dövrdə əkinçilik, maldarlıq var, məhsuldar sahələr seçilməlidir. Bulaqlara yaxın sahələr seçilirdi. Bulaqlara yaxın sahələr seçilirdi. Gəldik yaşayış məskənlərinə dostlar. Çox diqqətli olun bu dövrdə ki, tuncla qarışdırmayasınız. Əvvəllər evlər, birinci növbədə evlər eneolit dövründə dairəvi planda hazırlanıb. Şəkili də burada var. Evlər dairəvi formada hazırlanıb. Növbəti planda, sonralar isə evlər düzbucaqlı şəkildə hazırlanıb. Baxın, birinci düzbucaqlı planda deyil. Əvvəllər evlər dairəvi planda hazırlanıb, sonraki mərhələdə insanlar keçib düzbucaqlı planda evlər hazırlamağa, yəni yaşayış məskənləri hazırlamağa, mis daş dövründə qazma tipli evlər də mövcud olmuşdu. Yəni bu da bunlar ümumiyyətlə bizim bu dövr üçün vacib yeniliklərimizdir ki, birinci növbədə dairəvi planda evlər salınır, sonra düzbucaqlı, daha sonra mis daş dövründə qazma tipli evlər artıq salınacaq. Mis daş dövründə insanların əsas ərzaq mənbəyi, baxın, əsas ərzaq mənbəyi. Neolit dövründə biz nəyi qeyd etdik? Neolit dövründə dedik ki, insanların əsas məşğuliyyəti oldu əkinçilik, maldarlıq. Burada isə əhalinin əsas ərzaq mənbəyi, sual versə ki bizə, nədir? Əkinçilik, maldarlıq əsas ərzaq mənbəyidir. Evlər möhrə və çiy kərpicdən hörülürdü. Bu dövrün evləri möhrədən və çiy kərpicdən hörülürdü. Evlər daşdan hazırlanacaq. Artıq bu tunç dövrüdür. Bunu da yadda saxlayın. Bu dövrün evləri möhrədən, çiy kərpicdən hazırlanır. Daşdan salınan evlər artıq bu olacaq tunç dövrünün evləri. Bir də qeyd edəcəm, evlər dairəvi planda hazırlandı. Sonra keçdilər düzbucaqlı evlərə, qazma tipli evlər də bu dövrdə var. Qeydimiz, dedik ki, yaşayış yerləri bu dövrdə salınıb, dairəvi, düzbucaqlı, qazma tipli evlər, amma yaşayış evləri
planlı şəkildə hazırlanmayıb. Bu evlərin heç birinin vahid planı yoxdur. Pərakəndə şəkildə salınıb. Bu evlərin davamlılığını artırmaq üçün evlərin divarlarının qarşısında xüsusi dayaqlar hörülürdü. Görürsünüz bu evlərdə. Belə tikililərə daha çox Cəlilabad rayonunda yerləşən Əliköməkdəpə yaşayış məskənində təsadüf olunur. Növbəti dərsimizdə mən xəritəni də sizə göstərərəm, bir-bir ərazilərin yerlərini də göstərərəm. Dedik ki, bu dövrə aid yaşayış məskənləri Cəlilabad rayonunun Əliköməkdəpə yaşayış məskənindən aşkarlanmışdır. Evlərin divarları suvanır, döşəməsinə həsir salınır. Belə evləri qızdırmaq, həmçinin yemək hazırlamaq üçün evin ortasında nə var dostlar? Ocaq qalıyırlar insanlar. Baxın, ocaq evin mərkəzində ocağın qalanması oldu eneolit dövründə. Deməli, evləri qızdırmaq, yemək hazırlamaq üçün insanlar evin ortasında divar dibində ocaq qalıyırdılar. Vacib məlumatlardır, yenə də qeyd edirəm, çox vacib məlumatlardır. Yaşayış evləri planlı şəkildə deyil, evlərin davamlılığını artırmaq üçün evlərin qarşısında dayaqlar var. Belə evlərə, yəni pərakəndə salınmış evlərə, qalıqlarına Cəlilabad rayonunun Əliköməkdəpə yaşayış məskənindən rast gəlinir, oradan aşkarlanır. Evlərin divarları suvanır, döşəmədə həsir. Belə evləri qızdırmaq üçün evin mərkəzində ocaqlar da qalanırdı. Bu erkən tunc dövründə də davam edəcək. İndi erkən tunc dövrünə gələndə inteqrasiyanı da sizə bildirəcəm bu dövrlə bağlı. Bu dövrün əhalisi ərzağa olan tələbatının bir qismini, baxın bir qismini, bayaq çünki qeyd etdik ki, əsas ərzaq mənbəyi əkinçilik, maldarlıqdır. Kör-körənə mövzunu oxuyub keçmək olmaz. Birbaşa qəbul sualları səviyyəsində mən sizə hər mövzunun izahını verəcəm, siz də qeydləri aparın. Bu dövrdə əhalinin ərzağa olan tələbatının bir qismini ovçuluq, balıqçılıqla ödəyib, amma əsasən əkinçilik, maldarlıqla. Bir qismi ovçuluq, balıqçılıq. Bu dövrdən başlayaraq ovçuluq və balıqçılıq əhalinin ikinci dərəcəli məşğuliyyətinə çevrilir. Çünki birinci dərəcəli məşğuliyyət əkinçilik, maldarlıqdır. Sənətkarlıq da var əsas məşğuliyyət sahəsi içində. Hətta sənətkarlıqda köhnə vəsaitlərdə əsas məşğuliyyət sahəsi deyirdik. Əkinçilik, maldarlıq ön planda olduğuna görə düzdür, əhalinin ərzağa olan tələbatının bir qismini ovçuluq, balıqçılıq ödəyir, amma əsas yerdə deyil, ikinci dərəcəli məşğuliyyət sahəsidir. Mis daş dövründə toxuculuq sənəti, bunu silin, biraz telefimizi böyüdüm. Mis daş dövründə toxuculuq sənəti daha da inkişaf etmişdi. Toxuculuq harda yaranmışdı? Neolit dövrü, neolit inqilabında da toxuculuğun yaranması bu dövrdə də inkişaf edib əlbəttə ki, Azərbaycanın bir sıra mis daş abidələrindən tapılmış i ucları bunu sübut edir. Yəni toxuculuğun bu dövrdə inkişaf etdiyini mis daş dövrü abidələrindən tapılmış i ucları sübut edir. Toxuculuğun inkişafına təkan verən amillərdən biri əlbəttə ki, qoyunçuluğun yun istehsalının inkişafıdır. Toxuculuğun inkişafına gətirib çıxaran səbəb amillər nədir? Qoyunçuluğun inkişafı, yun istehsalının artması. Bunlar bəlli bilinən məsələlərdir hamısı. Bu dövrdə gön dəri emalı, baxın, gön dəri emalı, burada görürük, gön dəri emalı və bununla bağlı sahələrin inkişafı nəticəsində aşılanmış dəridən nə tikilib? Ayaqqabıdır, paltardır, hazırlanıb insanlar tərəfindən, yəni mis daş dövrü insanları tərəfindən, yenə deyirəm, bu dövrdə gön dəri emalı və bununla bağlı sahələrin inkişafı nəticəsində insanlar nə edib? Ayaqqabı, paltar hazırlayıblar. Neolit dövründə dedik ki, dulusçuluq yaranmışdı, amma mən orada qeyd etdim ki, dulusçuluq yaransa da qablar, saxsı qablar bəsit və kobud formada hazırlanırdı. Sadə, bəsit və kobud formada hazırlanırdı, amma daha təkmilləşmiş versiyasını biz eneolit dövründə görürük. Mis daş dövründə saxsı qablar necə hazırlanıb? Mis daş dövründə saxsı qablar forma hazırlanmasına görə əlbəttə ki, neolit dövründən fərqlənir. Saxsı qablar, bir dəqiqə, saxsı qablar neolit dövründən fərqlənir. Yeni qab növləri də hətta bu dövrdə istehsal olunacaq. Onların davamlılığını artırmaq üçün yeni texniki üsullardan da bu dövrdə istifadə olunacaq. Çünki inkişaf var, dulusçuluğun inkişafı gedir bu dövrdə də. Dedik ki, saxsı qablar
formu hazırlanmasına görə fərqlənir. Yeni qab növləri istehsal olunur. Onların davamlılığını artırmaq üçün yeni texniki üsullardan istifadə olunub. Dostlar, qabların davamlılığını artırmaq üçün gilin tərkibinə doğranmış saman və başqa qatıqlar əlavə edirlər. Saxsı qabların üzərinə müxtəlif naxışlar da vurulur. Bu çox mühüm məsələdir. İndi deyəcəm nəyə görə. Saxsı qabların üzərinin naxışlanması yadınızda qalsın ki, eneolit dövründən başlayır. Məsələn, deyər ki, saxsı qabların üzərinin naxışlanması erkən tunc dövründən başlayıb, ya da tunc dövründən başlayır. Xeyr, qabların üzərinin naxışlanması sadə naxışlardan gedir söhbət. Əlbəttə ki, tunc dövründə bu daha da təkmilləşəcək. Sadə naxışlar qabların üzərinə vurulacaq mis daş dövründən. Mis daş dövründən naxışlar qabların üzərindən vurulur. Bir də saxsı qablarla bağlı məlumat verim ki, saxsı qabların hazırlanması bu dövrdə artıq fərqlənəcək. Yeni qab növləri, yeni texniki üsullardan orada istifadə olunacaq. Qatışıqlar əlavə edəcəklər, doğranmış saman əlavə edəcəklər və bunun nəticəsində qabların davamlılığı artırılacaq. Saxsı qabların üzərinə müxtəlif naxışlar bu dövrdə vurulacaq. Bu dövrün vacib məlumatları sırasında yer alır. Saxsı qablar bişirmək üçün kürələr meydana gəlib. Saxsı qabları bişirmək üçün kürələr də bu dövrdə meydana gəlib. Misin döyülmə xassəsi də bu dövrdədir. Qabların üzərinin naxışlanması bu dövrdədir. Bir təkrar qayıdacağım mövzuya. Mis daş dövrünün əvvəllərində qadınların mövqeyi hələ də güclüdür, möhkəmdir. Çünki üst paleolitdən gələn bizim bir qəbul icmamız var. Matriarxat anaxaqanlıq dövrümüz var ki, mis daş dövründə də bu keçərlidir. Tunc dövründə matriarxatdan biz keçirik patriarxata, yəni ata xaqanlığa. Ona görə deyirik ki, mis daş dövründə qadınların mövqeyi hələ də güclüdür. Hətta bu dövrə aid qadın heykəlləri də aşkarlanmışdı mis daş dövrünə dair. Qadın müqəddəs varlıq hesab olunurdu. Başqa bir məsələ, bu dövrün özünə məxsus dəfn mərasimi olub. Bunlar əslində bizə yad mövzu deyil, dəfn mərasimi. Ölülər yaşayış məskənində, yaşayış məskənindən kənar yox, kənar tunc dövründədir. Evlər, yaşayış məskənlərində və yaxud evlərin arasında, binaların arasında insanlar dəfn olunmuşdu bu dövrə dair. Ölülərin üzərinə qan rəmzi sayılan qırmızı boya maddəsi, yəni oxra səpilirdi. Qəbirlərdən müxtəlif bəzək əşyaları da tapılmışdı. Bu dövr qəbirlərdən bəzək əşyaları tapılıb, ölülərin üzərinə qırmızı boya sayılan, qan rəmzi sayılan oxra səpilirdi. Ölülər yaşayış məskəni içində, binaların arasında, evlərin arasında bastırılırdı. Yaşayış məskənindən kənar yox, çünki kənar, yəni qeyd edirəm, tunc dövründədir. Bilirəm, çox danışıram, amma ətraflı şəkildə izah etməyə çalışıram mövzunu. Mənə elə gəlir ki, mövzumuz yekunlaşdı, yox, yekunlaşmayıb, az qalıb. Mis daş dövrü, yenə də mis daş dövrü davam edirik. Mis daş dövründə əhalinin həyatında müxtəlif dini ayinlər, bu dini ayinlər də biz Qobustan qayalarının həkk olunmuş təsvirlərdən bilmişik ki, meziyyət dövründə dini ayinlər, daha sonra ofsun mərasimləri də müəyyən olunub. Baxın, ofsun mərasimləridir, ayin rəqs səhnəsidir ki, Qobustan qayasının həkk olunub bu dövrlə bağlı. Qobustandakı qayaüstü rəsmlərin bəzilərində ofsun və dini rəsmlərin təsviri var. Of səhnəsi, ofsun və dini rəsmlərin təsvirləri də bu dövrdə var. Dini ayinlər, ofsun mərasimləri aşkarlanıb, qayaüstü rəsmlərin bəzilərində dini rəsmlər təsvirləri, bir də ofsun rəsmləri qeyd olunmuşdur. Mis daş dövründə Azərbaycan əhalisi Ön Asiyanın qədim mədəniyyət mərkəzləri ilə əlaqə qurmuşdu. Bu da çox önəmli bir məlumatdır. Burada vermişəm xəritədə, diqqətlə baxın. Ön Asiyanın mədəniyyət mərkəzləri əsasında Mesopotamiya ilə bu dövrdə sıx əlaqələr qurulmuşdu. Amma tunc dövründə də bu əlaqələrimiz davam edir. Amma hardan başlayıb? Ön Asiyanın əlaqəmiz mis daş dövründən başlayıb. Belə dostlar, bir də təkrar gedək. Bununla da mövzumuzu yekunlaşdıraq. Məsələn, burada vacib məlumatlardan biz nə gördük? Çapacağın hazırlanmasına bu dövr üçün, yəni paleolit dövrünün ilkin mərhələsi üçün yadda saxlayın. Ocaq qurmağın ilkin mərhələsi buradaydı. Sadə tikinti vərdişləri, ibtidai sadə incəsənət, daha sonra sadə dini ayinlər bu dövrdə idi.
Burada biz nə verdik? Orta paleolit dövrü üçün iti uclu alətlər bu dövrdə yaranmışdı. İnsanlar özlərinin yaşayışı üçün tikililər hazırlamışdı. Nəhəng heyvan sümüklərindən, iri qaya daşlarından, daha sonra mağaralarda, kumalarda, açıq yerlərdə insanlar özləri üçün yaşayış yerləri hazırlamışdı. Qədim insanın, yəni qədim insan deyəndə Neandertalların, yeni insanın qalıqlarına Tamtama mağarasında rast gəlinmişdi. Bu sümüyünə eyni zamanda Tamtama mağarasından maral, öküz, at sümükləri də aşkar olunmuşdu. Üst paleolit dövründə elə bir yeniliyimiz yoxdur, amma bunu yadda saxlayın ki, üst paleolit dövrünün əvvəllərində insanlar ilk vaxtlar sadə qırıq-qırıq səslər çıxarıb, sonradan o qırıq səslər birləşir, sözlər yaranır. Sözlər yaranır. Növbəti mərhələ mezolit dövrüdür. Mezolit dövründə əkinçilik, maldarlıq olub. Mezolit dövründən başlayaraq insanlar əsas məşğuliyyət, daha doğrusu əsas deyil də, keçid bu dövrdədir, amma əkinçilik, maldarlıq məşğuliyyət sırasında yer alıb mezolit dövrünün məşğuliyyət sahələri sırasında yer almışdı. Bir də vacib burada məlumat var idi, onu da diqqətinizə çatdırım. Bu dövrün əmək alətləri daşdan və sümükdən hazırlandı. Eyni zamanda biz bu dövrdə idi, oxucu, harpun, balçığı istifadə olunan aletlər bu dövrdə idi. Qobustan abidəsi Mədəniyyət Nazirliyi nəzdində 1966-cı ildə Qobustan Dövlət Tarixi Bədii Qoruğu adlanıb, 2007-ci ildə dünyanın, daha doğrusu dünya irs siyahısına salınıb UNESCO-nun. Başqa burada nə var idi bizdə? Burada çox böyük bir yenilik yoxdur, amma yadda saxlayın ki, toxa bu dövrün kəşfidir, oraq bu dövrün kəşfidir. Daş toxa, çəkic, balta, lövhələr bu dövrün alətləri sırasındadır. Eneolit dövrünə baxırıq. Eneolit dövründə qeyd olunub ki, mis əşyaları ilk dəfə qədim şəhərdə aşkarlanmışdı, metal işləmə bu dövrdə yaranmışdı, misin döyülmə xassəsi bu dövrədədir, metal bu dövrdə kəşf olunub. Yaşayış məskənləri birinci növbədə dairəvi planda, sonra düzbucaqlı, bu dövrə aid hətta qazma tipli evlər də aşkarlanmışdır. Mən bunu yazmalıyam mütləq. Evlər möhrə və çiy kərpicdən hazırlanıb. Mis-daş dövründə insanların əsas ərzaq mənbəyi əkinçilik, maldarlıq məhsullarıdır. Bunu silim, keçəm növbəti məsələyə. Salınan evlər vahid plan əsasında deyil, pərakəndə halda salınıb, dayaqlarla evlər hörülmüşdü. Bu evlərin qalıqlarına Cəlilabad rayon Əlki məktəbi yaşayış məskənində aşkarlanmışdı. Evlərin divarları suvanır, döşəməsinə həsir salınır. Evlərin mərkəzində evlər qızdırmaq üçün ocaq qalayırdılar insanlar bu dövr üçün. Bu dövrün əhalisi ərzağa olan tələbatın bir qismini ovçuluqla, balıqçılıqla ödəyib. Əsas ərzaq mənbəyi amma yenə qeyd edək ki, əkinçilik və maldarlıqdır. Bu dövrdən etibarən ovçuluqla balıqçılıq əhalinin ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrilmişdir. Bu dövrdə deyir, toxuculuq sənəti daha da inkişaf etmişdir. Toxuculuq bu dövrdə inkişaf edir, amma yaranması Neolit dövrünə aiddir. İyucları bu dövrə aid mis-daş dövrü abidələrindən tapılmışdır. Toxuculuğun inkişafına təkan verən amillərdən biri də qoyunçuluğun inkişafı olacaq. Göndəri emalı bu dövrdə olacaq. Daha sonra bu dövrdə saxsı qabların hazırlanmasında yeni texniki üsullardan istifadə olunur, yeni qab növləri istehsal olunur. Doğranmış saman qatdırdığı sular qabların tərkibinə qatışıqlar əlavə edirlər və qabların üzəri naxışlanır. Saxsı qabları bişirmək üçün kürələr bu dövrdə meydana gəlir. Digərləri də bilinən məlumatlardır. Bu qədər dostlar, növbəti mövzularında görüşərik.